Salam əziz analar. Gəlin bugün bir çoxumuz üçün çox tanış olan bir mövzudan danışaq. Analığın gətirdiyi o böyük təzyiqlərdən, o tükənmə hissindən və ən əsası bu hisslərlə başa çıxmaq üçün bizə kömək edə biləcək çox güclü bir anlayışı birlikdə araşdıraq. Bir anlıq səmimi olaq. Bu sual sizə tanış gəlir. Heç belə olubmu ki, hər şeyi ən yaxşı şəkildə etməyə çalışsanız da, gecənin bir yarısı oyanıb düşünmüsünüz ki, yox, mən bacarmıram, mən uğursuz oldum. Əgər belədirsə, bilin ki, bu hissdə qətiyyən tək deyilsiniz. Yaxşı, gəlin biraz daha dərinə gedək. O, hər yerdə qarşımıza çıxan mükəmməl ana mifi var, ha. Gəlin məhz bu mifdən və bir çox ananın hər gün içində yaşadığı, amma çox vaxt heç kimlə bölüşmədiyi o səssiz mübarizələrdən danışaq. Ax bu səs, bu o tam tükənmişliyin, o yorğunluğun səsidir. Bilirsiniz də necə olur, uşaq bir yandan ağlayır, ev alt üstü, sizdə isə zərrə qədər taqət qalmayıb. Vəssalam, beyninizdə ancaq bu cümlə fırlanır. Amma bir şeyi bilin ki, bu o qədər normal, o qədər insani hissdir ki. Və ya belə bir an, səbriniz daşır. Bəlkə də səsinizi biraz ucaltdınız və o andan dərhal sonra o dəhşətli günahkarlıq hissi gəlir, elə deyilmi? İçinizdəki o tənqidçi səs deyir ki, mən pis anayam. Bu səs çox güclü ola bilər, amma inanın, o səs sizin kim olduğunuzu təyin etmir, əsla. Və sonra da başlayırıq o amansız müqayisə oyununa. Sosial şəbəkələri açırıq, bir də baxırıq ki, hamının evi səliqəli, uşaqları mələk kimidir. Və başlayırıq öz-özümüzə deməyə, görürsən, hamı məndən daha yaxşı bacarır. Bu müqayisə insanı o qədər tənha, o qədər bacarıqsız hiss etdirir ki, amma işin maraqlı tərəfi odur ki, demək olar istisnasız hər bir ana bu hissi keçirir. Baxın, bütün bu hisslər, onların heç biri sizin pis ana olduğunuzu göstərmir, qətiyyən. Bu sadəcə sizin insan olduğunuzu göstərir. Və ən vacib məqam da budur. Zəif olduğunuzu hiss etmək uğursuzluq deyil. Tam əksinə, bu, əsl köməyi qəbul etmək üçün bir qapıdır. Məhz özünüzü ən aciz hiss etdiyiniz an var ha, bax o an Allahın gücünü təcrübə etmək üçün ən mükəmməl andır. Yaxşı, bəs bütün bu yorğunluğun, bu çətinliyin ortasında bir xilas halqası varmı? Bəli, var və bu, lütf adlanan çox sadə, amma inanılmaz dərəcədə güclü bir anlayışdır. Gəlin baxaq bu nə deməkdir? Baxın, bütün o mürəkkəb, teoloji kitabları bir kənara qoyun. Lütfün ən sadə, ən saf tərifi budur. Allahın mən zəif düşəndə, mən bacarmayanda mənə kömək etməsi. Bu qədər sadə, görürsünüz, bu sizin performansınızla bağlı deyil. Bu tamamilə Allahın xarakteri, onun kim olduğu ilə bağlıdır. Gəlin, bu fərqə baxaq. Bir tərəfdə mənim öz gücüm var, hansı ki, mənim nə qədər yaxşı performans göstərdiyimə bağlıdır. Bugün yaxşıyam, sabah yorğunam. Bu qazanılmalı bir şeydir. Amma digər tərəfdə Allahın lütfü, yəni onun yaxşılığı var. Bu isə onun xarakterinə əsaslanır. Yəni, bu qazandığımız bir şey deyil. Bu, bizə verilən pulsuz bir hədiyyədir. Sırf Allah yaxşı olduğu üçün. Yaxşı, burada çox yayğın bir yanlış anlaşılma var. Çoxumuz düşünürük ki, lütf ya keçmişdəki günahlarımız üçün, ya da gələcəkdəki cənnət vədi üçündür. Amma bəs bugün necə? Bəs elə indi, bu an? Bəs gündəlik həyatın o keşməkeşli anları? Baxın bu zaman xəttinə. Keçmiş, bəli, günahlarımız bağışlandı. Bu lütfdür. Gələcək, cənnət vədi. Bu da lütfdür. Amma ortadakı o böyük sual işarəsinə baxın. İndi. Bəs bugün, bu an üçün lütf varmı? Məsələn, çərşənbə axşamı, günortadan sonra, uşaqlar dalaşanda, yemək bişirməyə həvəs olmayanda. Bəs o anlar? Cavab budur ki, bəli, lütf məhz bu an üçündür. Nə vaxt? Tamamilə tükəndiyiniz an üçün. Uşağınız heç bir sözə qulaq asmayanda, səbrinizin son damlasını da itirdiyinizi hiss edəndə və ya sadəcə nə edəcəyinizi bilmədiyiniz o çarəsiz anlarda. Lütf böyük fəlakətlər üçün saxlanılan bir şey deyil, o gündəlik həyatımızın hər anı üçündür. İndi sizə çox güclü bir bənzətmədən danışmaq istəyirəm. Bu, o çətin anlara tamamilə fərqli bir gözlə baxmağımıza kömək edəcək. Gəlin sarsılmış stəkan testinə baxaq. Hazır olun, çünki bu fikir əvvəlcə biraz təəccüblü gələ bilər. Fikir budur ki, bizim o qəzəbli, səbirsiz reaksiyalarımıza birbaşa səbəb uşaqlarımız deyil. Onlar sadəcə olaraq bizim stəkanımızı sarsıdırlar. Təsəvvür edin ki, siz içi maye dolu bir stəkansınız, uşağınızın davranışı, o çətin anlar sadəcə o stəkanı silkələyir.
səbəb olmur, sadəcə silkələyir. Yəni onlar əslində içimizdə onsuz da nə varsa, onu üzə çıxarır. Yaxşı, onda məntiqi sual budur. Əgər stəkan sarsılırsa, içindən nə tökülür? Cavab çox sadədir. İçində onsuz da nə varsa, o da tökülür. Əgər stəkanın içi səbirsizliklə, qəzəblə, məyusluqla doludursa, sarsılanda da çölə o töküləcək. Yəni, bizim reaksiyalarımız uşağın pis olmasından daha çox bizim öz ürəyimizin o anki vəziyyətini göstərir. Bax, bu anlayış hər şeyi dəyişir. Əgər əsas məsələ mənim ürəyimdədirsə, deməli, yanaşmam da tamamilə fərqli olmalıdır. Gəlin baxaq, lütf içində valideynlik praktikada necə görünür? Deməli, iki fərqli valideyn tipi ortaya çıxır. Birincisi, özünə güvənən valideyn. Onun düşüncəsi belədir. Mən haqlıyam, uşaq səhvdir. Bu da təbii olaraq səbirsizliyə, qəzaba aparır. Amma ikinci tip var. Lütfə möhtac valideyn. O anlayır ki, bir dəqiqə mənim özümün də Allahın köməyinə ehtiyacım var. Bu düşüncə isə insanı səbrə və mülayimliyə aparır. Çünki başa düşürsən ki, sən də mükəmməl deyilsən. Bəs bunu həyatımıza necə tətbiq edə bilərik? 3 sadə addım var. Birincisi, səhv edəndə bunu təvazökarlıqla etiraf etmək. İkincisi, çəkinmədən uşağınıza yaxınlaşıb bağışla demək. Bu zəiflik əlaməti deyil, əksinə çox böyük gücün əlamətidir. Və üçüncüsü, hər səhvi yeni bir başlanğıc üçün fürsət bilib, Allahın lütfünü qəbul etmək. Nəticədə nə olur? Mükəmməl olmaq təzyiqi çiyinlərimizdən qalxır və biz sadəcə səmimi ola bilirik. Əslində bütün bu fikri cəmləyən çox gözəl bir söz var. Yaxşı ana mükəmməl ana deyil. Yaxşı ana hər gün Allaha ehtiyacı olduğunu bilən anadır. Baxın, bütün məsələ budur. Məqsəd perfeksionizm yox, Allaha bağlılıq olmalıdır. Və ən əsası, heç vaxt unutmamağınız gərəkən bir şey var. Sən bu yolda heç vaxt, amma heç vaxt tək deyilsən. Səhər gözünü açanda da, günortanın o ən qarışıq vaxtında da, gecə yorğunluqdan yatağa yıxılanda da Allah səninlədir. Onun köməyi, onun varlığı daimidir. Bu söhbəti bir sualla bitirmək istəyirəm. Heç belə düşünmüsünüzmü? Bəlkə də sənin bir ana kimi ən böyük zəifliyin əslində Allahın sənə öz sevgisini, öz gücünü göstərməsi üçün ən böyük fürsətdir. Bəlkə də o çətinliklər uğursuzluq deyil, lütfün həyatına daxil olması üçün açılan bir qapıdır. Bu yeni, ümid dolu baxışla öz mübarizələrinizə yenidən baxmağa dəyər.